Salam, hörmətli valideynlər və uşaqlar. Biz bugün riyaziyyat dərsi başlayırıq yazmağa və keçirik. Sahə mövzusu. Birinci ayın tarixini yazaq. Birincidə deyir ki, dizbucaqların tərəflərini eyni vahidlərlə ifadə edin və sahəsini tapın. Bir A variantında deyir ki, 2 desimetr 15 cm. İndi biz bunu santimetr gətirməliyik. 2 desimetr, 1 desimetr 10 cm olduğu üçün 2 desimetrdə 20 cm olacaq. 20'yi 15'e vuracaq. Çünki sahə elə tapılır. Sıfır. Yok, 3 olmalı. B variantı. B variantında deyir ki 12 mm 5'te 4 cm. Biz bunu millimetr gətirməliyik. 1 mm 10 cm-dirsə, biri ona vuracağıq 10 elədir. Bunu burada saxladıq. Sonra da onu 5'e böləcəyik. 2'yi də 4'e vuracağıq 8. Cavab 8 elədir. O birisində də 10 elədir. Düzdür. 10 üstünə də 8 gələcək 18. Yəni 5'te 4 cm 18 mm-dir. Onu da 12'yi də 18'e vuracağıq. Və yazırıq. 8, 96, 2, 1, 6, 11, 1, 2, 216. Burada milimetre yazayım. Burada santimetre. Keçirik C variantına. C variantında deyir ki 5'te 2 metr 25 cm. Yenə biz həmin kimi eləyəcəyik. 1 metr 100 cm olduğu üçün biri 100'e vuracağıq 100 elədir. Sonra da 100'ü 5'e böləcəyik. 20'yi 2 vuracağıq 40. Buradakı 100 elədir, buradakı da 40. 100'ün üstünə də 40 gələcəyik 140 cm. 140, onu da vuracağıq 25'e. 25, 0, 0, 2, 7, 1, 5'e 5, 2, 7, 7. 2, 0, 0, 2, 4, 8, 2, 1 ve 2. Bu da santimetre oldu. B variantı. D variantında da deyir ki 2 cm 5 mm ilə 40 mm bir-birinə vurun. Biz bunu birinci normal vahidə gətirməliyik. Yəni 40 mm. Bunun ən asan üsulu budur gətirmək üçün. 2 ilə 5'i birləşdirən neçə elədir? 25 mm. 25'i vuracağıq 40'a. 0, 4, 5, 0, 2, 8, 2, 7, 100. Cavab 1000 elədir. Keçirik misal 2'yə. Misal 2'də deyir ki, rənglənmiş fiqurların sahəsini tapın. Baxın, burada bu misal var. Bu misal bu qaydaya əsasən tərtib edilib. Yəni burada nə soruşursa biz burada hansı üsuldan eləyibdir, biz həminki üsuldan eləməliyik. Burada birinci deyir rənglənmiş fiqurların sahəsini tapın. Biz belə tapacağıq. Birinci biz düzbucaqlıları ayıracağıq. 12 ona vuranda neçə eləyir? 120. 14 vuranda neçə eləyir? 40. 120 üstündə 40 gəlir 160 eləyir. Gəlin yazaq. Birinci sahə bərabərdir 12 vuraq 10 üstürələk 10 vuraq 4 bərabərdir 160 santimetr oldu. İkinciyə keçirik. Və ikinciyə keçirik. İkinciyə keçməyə birinci biz bunu düzbucaqlıya tamamlamaqla da var. Mən səhv elədim. Qoy bunu təzəyalım. Sonra da bunun altına yazarıq. Yazarıq ki, sahə bərabərdir. İndi
İndi biz burada boş xanalar var ya, burada santimetr yazılmayıbdı, həm də burada. Biz bu santimetrləri müəyyən etməliyik. Yəni bilməliyik ki, burada neçə santimetrdir, bura neçə santimetrdir. Biz bunu tapmaq üçün 10-cun üstünə 10 gəzəyik. Bura 22 santimetr oldu. Buranı da tapmaq üçün heç nə eləməməliyik. Bura 4 santimetrdir, düzdür? Buraya baxın, yəni buradan bir damcı böyükdür. Ona görə 5 santimetr olacaq. Yine sahə yazırıq. Sahə bərabərdir 22 vuraq 10 üstə gələk 10 yox, çıxaq 10 vuraq 5. Bu çıxaqdır, üstə gələk deyil. Bərabərdir. Bu 210 elədir. Bu da 50. 210-dan da 50 çıxanda 160 santimetr elədir. Yine cavab eyni alınır. Çünki cavab eyni alınmalıdır. Fərqli alınırsa səhv olur. İndi bura 2 yazaq. İkincidə də deyir ki 15 mm, 4 mm, 5 mm, 2 mm. İndi biz bunu yenə düzbucaqlıları ayırmaqla eləyəcəyik. Birinci bunu yenə düzbucaqlıları ayıraq. 4-ü 5-ə vuracaq. Yazacaq ki, sahə bərabərdir 4 vuraq 5, üstəlik 15 vuraq 2. Gəlin yazaq. İkinci yazırıq. S bərabərdir 4 vuraq 5, üstə gələk 15 vuraq 2. Bərabərdir. Bu 20, bu da 30. 50 millimetr. İndi biz bunu düzbucaqlıya tamamlamaqla eləyəcəyik. Burada indi yenə boş xanaları yerinə yetirmək lazımdır. Biz buranı tapmaq üçün buranı tapmalıyıq. Biz birinci buranı tapmaq üçün 15-dən 4-ü çıxmalıyıq. Bura 11 santimetr oldu. Buranı da tapmaq üçün yenə bu birisi kimi eləyirik. Bura 2 millimetr deyil. Bura da 3 millimetr olacaq. Çünki buradan bir damcı böyükdür. Və yazırıq. Yazaq 4. Mən səhv dedim. Burada 4 olmamalıdır. Qoy bunu qalınlayayım. Burada 15'i 4'e vurmalıyıq. Çünki 50 alınmalıdır. 15'i 4'e vurduq 60. 2'yi de 5'e vurduq 10. 60'dan da 10'u çıxanda 50 millimetr eləyir. Gəlin yazaq. Ben yazım 15. 15 vuraq 4. Çıxaq 2 vuraq 5. Bərabərdir 50 millimetr. Keçirik üçüncüyə. Üçüncüdə də deyir ki 12 metr, 3 metr, 3 metr yenə 8, 3 metr, yenə 3 metr, yenə 8 metr. Birinci biz bunu düzbucaqlıları ayırmaqla eləyəcəyik. Yazacağıq ki, sahə bərabərdir 12 vuraq 3, üstəlik 3 vuraq 8 eləyir. Cavab 60. Gəlin yazaq. Sahə bərabərdir 12 vuraq 3, üstə gələk 3 vuraq 8 bərabərdir 60 metr. İndi bunu düzbucaqlıya tamamlamaqla eləyəcəyik. Düzbucaqlıya tamamlamaqla da 12'yi 8'e vuracağıq. 96 elədi. 12'yi də 3'ə vurduq, 36 elədi. Sonra da 96'dan 36'ın çıxmalıyıq. Gəlin yazaq 12 vuraq 8, çıxaq 12 vuraq 3 bərabərdir 60 metr. Bunu da bitirdik. Keçirik misal 3'ə. Misal üstədik ki, sahəsi verilmiş fiqurun perimetrini tapın. Burada perimetr dediyinə görə A variantında deyir ki, sahə 36 desimetrdir. Burada 6 desimetrdir. Perimetri tapmaq üçün biz 36'yı 6'ya böləcəyik. Gəlin yazaq. A 50 36 bölək 6 bərabərdir 6. Keçirik B variantına. B variantında da həmçinin burada sahə 96 santimetrdir. Burada 8 santimetrdir. 96'yı 8'e böləcək perimetri tapmaq üçün. 50 yazaq. 96 bölək 8. 12 santimetr 2. Burada yazıram. Burada da desimetre oldu. 2. Bunu da bitirdik. Keçirik misal 4'ə. Misal 4'te indi tərsinə deyir. Perimetr verilmiş
fiqurun sahəsini tapın. Biz bunu tapmaq üçün burada deyir ki, perimetr 42 santimetrdir. 7 santimetrdir. Bunun düz bucaqlığının enidir. Biz bunu tapmaq üçün indi biz eləməliyik ki, bütün tərəflərin cəmini toplayanda 42 santimetr eləsin. Bura 7-dirsə, bura da 7 olacaq. 14-ün üstünə 14, 28, 28-in üstünə də 14, 42. Bura 14, 14, burada 7 olacaq. Gəlin yazaq. Yazarıq ki, A 7 üstəgələr 7 yox 7 vuraq 2. Çünki biz 4-cü sinifin üsulundan eləməliyik. Bu 2-ci sinifin üsuludur. 7 vuraq 2 üstəgələr 14 vuraq 2. 50 cavab 14 28 42. 42 santimetr. 42 santimetr elədir. B variantında. B variantına deyəcək ki, perimetr 50 desimetrdir. Burada 15. Bu 15-də bilirsiniz ki, sizdə 15 olacaq. Bəs bura necə olacaq? Bunu tapmaq üçün neçə olacaq? Bunu da tapmaq üçün 10 yazmalıyıq. Çünki 15-in üstünə 15, 30, 30-un üstünə də 10, 40, üstünə də 10 gələndə 50 desimetr eləyir. Yazırıq 15 vuraq 2. Üstə gələk 10 vuraq 2. Bərabərdir. Bura 30, burada 20. Yazırıq 50 desimetr. Burada A qoyum. Misal 5-ə keçək. Misal 5-də deyir ki, rəngli hissələn sahələr nə qədərdir? Burada deyir ki, kvadratın yarısı 0,5-dir. Yəni bu 2, biri 2-yə böləcəyik. Bu 2 bunu bildirir. Biri 2-yə böləcəyik. Eləyəcək cavab 0,5. Yəni bu kvadratın yarısı 0,5-dir. İndi bunu başlayırıq saymağa. 0,5, 1 tam, 1,5, 2 tam. 2 tam olandan sonra da 3 tam, 4 tam, 5, 6, 7, 8, 9, 10, 11, 12, 14, 15, 16, 17, 18, 19. 19'dur. Bunun sahəsi 19'dur. Yəni 19 santimetr. Çünki santimetr soruşur bizdən. Yazırıq birinci. 19 sım. 2. Yəni kvadrat. İkincidə də deyir ki, yenə həminki kimi eləyəcəyik. 0,5, 1 tam, 1,5, 2 tam, 2,5. Burada 3 tam. 4, 5, 6, 7. Bura 7 olacaq. Gəlin yazaq. 7 sım 2. Üçüncü. Üçüncüyə keçək. Üçüncüdə də həmçinin eləyirik. 0,5, 1 tam, 1,5, 2 tam, 3,5, 4 tam, 4,5, 5 tam, 6 tam, 5 tam, 5,5, 6 tam, 6,5, 7 tam, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16. Bunun sahəsi 16'dır. Yazırıq 16 santimetr kvadrat. Dördüncü. Dördüncüdə də rom şəklində verildi. Yəni paxlava. 0,5, 1 tam, 1,5, 2 tam, 3,5, 2,5, 3 tam, 3,5, 4 tam, 4,5, 5 tam, 5,5, 6 tam, 6,5, 7 tam. Yox, səhv dedim. Mən səhv dedim. 6,5 yox, 6. 6 olandan sonra da gəlin hesablayaq. 7, 8, 9, 10, 11, 12, 13, 14, 14. Yox, yenə səhv dedim. Bura 6 oldu. Yenə buranı saymalıyıq. 6,5, 7 tam, 7,5, 8 tam. 8 tam olandan sonra da 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 elədi. Yenə 16 kvadrat var. 16 santimetr 2. Bura məsələ edir. Əksinə misal deyə. Düz demişdim. Yazmışdım. Daha doğrusu. Məsələ 6. Məsələ 6-da deyir ki, perimetri 36 santimetr olan düz bucaqlanan bir tərəfi digərindən 2 dəfə uzundur.
Bu düz bucaqlının sahəsi nə qədərdir? Bax, sahəsi soruşduğuna görə həm 2-yə vuracağıq, həm də deyir dəfə uzundur. Ona görə biz 36-yı 2-yə vuracağıq. Gəlin yazaq. Yazaq 36 vuraq 2. 2, 1 yaddı, 2, 6, 1 yaddı, 7. 72 santimetr kvadrat. Məsələ 7. Məsələ 7-də də deyir ki, Sami uzunluğu 12 metr olan məftildən sahəsi ən böyük olan düzbucaqlı düzəltmək istədi. Bu düzbucaqlının tərəflərinin uzunluğu nə qədər olmalıdır? Deməli, siz də bilirsiniz ki, tam əminsiniz ki, düzbucaqlının 4 tərəfi var. Bu da deyir ki, Sami uzunluğu 12 metr olan məftildən sahəsi ən böyük olan düzbucaqlı düzəltmək istədi. Yəni 12 metrdir məftilin uzunluğu. Yəni düzbucaqlının 12 metr çəkmək istəyir. Bunu siz tapmaq üçün 12-yi 4-ə böləcəksiniz. 12 bölək 4 bərabərdir 3. Cavaba da yazacağıq ki, cavab bu düz bucaqlının tərəflərinin uzunluğu 3 santimetr olmalıdır. Bunun da cavabı qaldı yer, gözləyin. Bunun da cavabı belə olmalıdır. Bu düz bucaqlının, burada qoy cavab yazın. Çünki yer sığmır da. Bu düz bucaqlının sahəsi 72 santimetr çıxaqdır. Yəni sımdır da, santimetrdir. Sağ olun, görüşənədək, hələlik.